Salam, hər vaxtınız xeyir olsun. Əziz zal nəzarətçisi imtahanına hazırlaşanlar və eləcə də məntiqlə məşğul olan digər yoldaşlar. Bu gün və dünən keçirilən zal nəzarətçisi imtahanında düşən sual tipinin bir dənəsini sizə göstərəcəm və ona analoq olan digər iki sualı da izah etməyə çalışacağam. İlk öncə bu qum saatı şəkli olan sualın izahını verməyə çalışacağım. Deməli, burada məsələ nədən ibarətdir? Biz bilirik ki, hər hansı bir qum saatını tərs çevirdiyimiz zaman bunun yuxarı hissəsi doludur və başlayır aşağı hissəsini doldurmağa. Yəni bu hissədə qum dolu olur və başlayır aşağı hissəyə qum axmağa və bir müddət sonra, tədricən bir müddət sonra bu aşağı hissədə qum dolmağa başlayır və yuxarı boşalır, bu səfər aşağı başlayır qumlu olmağa. Deməli biz də burada yanaşma tərzimiz belə olmalıdır ki, yuxarıdan aşağıya doğru getməliyik. Yəni yuxarısı çox olandan aşağıya doğru getməliyik. Baxaram, yuxarısında ən çox qum olan hərf hansı hərfdir? S hərfi. Onda bizim birinci hərfimiz olacaq S hərfi. Bundan biraz az olan ikinci olacaq E hərfimiz. Üçüncü olacaq P hərfimiz, E-dən biraz az olan. Dördüncü indi baxaq görək. T mi olsun, I mi olsun, yoxsa K mı olsun? Baxıram ki, T, I və K-dan çox olduğuna görə burada olacaq T hərfi. Ardınca olacaq I hərfi. Onun da ardınca olacaq K hərfi. Belə bir söz alınacaq. Bu sözün mənalı və ya mənasız olmağının heç bir əhəmiyyəti yoxdur. Ona görə mənasız da ola bilər, yəni diqqətinizə çatdırın. İndi keçirəm 2 nömrəli sualı izah etməyə. 2 nömrəli sualda məsələ nədən ibarətdir? Yoldaşlar, burada cuşə sayını saymaq lazımdır. Cuşə sayını sayarkən nəyə diqqət edirik? Baxıram ki, burada bir cuşəli fiqur var, iki cuşəli fiqur var. Görürsünüz, bunun bir cuşəsində x-liyi var, bunun iki cuşəsində x-liyi var. Sonra 3 cuşəli fiqur var, sonra 4 cuşəli fiqur var, 5 cuşəli fiqur var, 6 cuşəli fiqur var, 7 cuşəli fiqur var, 8 cuşəli fiqur, 9 cuşəli fiqur və nəhayət 10 cuşəli fiqur. İndi mən bunları burada verdiyim ədədlərin ardıcıllığı ilə hərfləri də düzməyə çalışmalıyım. Yəni, birinci olacaq T hərfi, ikinci olacaq E hərfi, üçüncü olacaq L hərfi, dördüncü olacaq salam, Y hərfi, bəli, beşinci olacaq Ö hərfi, altıncı olacaq A hərfi, yeddinci olacaq T hərfi, 8-ci olacaq İ hərfi, 9-cu olacaq Y hərfi, 10-cu da olacaq yenə A hərfi. Belə telepatiya deyilən bir söz alınacaq. Təbii ki, yenə də deyirəm, bu sözün mənalı və mənasız olmağının heç bir əhəmiyyəti yoxdur. Keçərik digər 3 nömrəli suala. 3 nömrəli sualda məsələ nədən ibarətdir? Bu göbələklərin aşağı hissəsində hərflər verilib, gövdə hissəsində, yuxarısında isə xətlər verilib. Mən bu xətlərin sayını saysam, birinci P hərfinə baxsam, burada 0 dənə xət var. Baxıram digərinə, məsələn, I hərfində 1 dənə xət var. Burada başqa 2 xətli olan var, içində 2 dənə xətli olan Q hərfi var. İçində 3 dənə xətli olan M hərfi var. İçində 4 dənə xətli olan Y hərfi var. İçində 5 dənə xətli olan N hərfi var. İçində 6 dənə xətli olan T hərfi var. İçində 7 dənə xətt olan L hərfi var. İçində 8 dənə, yəni 4 üfüqi, 4 də şaquli xətt olan Ə hərfi var. İçində 9 xətt olanı tapmalıyam. Deməli, bu halda nəyə fikir verdik? 5 dənə beləsi var, 4 dənə beləsi, 9 xətt olan budur, Ş. 10 xətt olan M hərfidir. Xırda-xırdadır, biraz çətinlikdir, amma diqqətlə baxsınız, xəttləri saymaq olur. Bir də 11 xətt olan Ə hərfi. Yenə də bayaq etdiyim kimi, burada aşağıdan yuxarıya doğru düzələcəm. 0 P hərfi, ən balacası 0 olduğuna görə I, 1 I hərfi, 2 Q, 3 M, 4 E, 5 N, 6 T, 7 L, 8 Ə, 9 Ş, 10 yenə də M hərfidir, 11 yenə də Ə hərfidir. Oldu nə? Pigmentləşmə deyilən belə bir söz. Burada deyəsən sözün artıq bir mənası da var.
Bu sual tiplərindən bu qədər. İnşallah yenə də imtahana düşmüş və düşə biləcək tiplərin sizin diqqətinizə çatdırmağa çalışacağam. Sağ olun, hər birinizə uğurlar. Kanala abunə olub videoları bəyənməyi unutmayın. Təşəkkür edirəm.